بسم الله الرحمن الرحيم الرحمن علم القرآن. بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين. الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله الأمين وعلى آله الطاهرين لا سيما بقية الله في الأرضين روح وأرواح العالمين لتراب مقدمه الفداء ولعنة الله على أعدائهم أعداء الله إلى لقاء الله. أما بعد. اللهم وفقنا لما تحب وترضى. Allahın lütfü inayeti ilə məntiqdən bugünkü bizim bəhsimiz qiyas-ı istisnainin ittisalisinin bugünkü xüsusi şərtləri. Biz həm ittisali, həm infisali, infisalinin həqiqisi, manətül cəm, manətül xulubun biz ümumi şərtləri ilə tanış olduq. 2 dənə ümumi şərt var idi. Bugün isə xüsusi şərtləri var. Demək, bu xüsusi şərtlər istisna ittisalı da ayrıdır. İnfisalı həqiqidə ayrıdır. İnfisalı manətül cəmdə bir ayrıdır. Manətül xulubda bir ayrıdır. İndi bu xüsusi şərtlərlə tanış olun. Qiyas-ı istisna ittisalıda xüsusi şərt bundan ibarətdir ki, gərək ya nəticə almaq üçün eyni müqəddəm şərti, yəni şərtdə olan, müqəddəmi şərtidə olan əvvəl, onun eynisi, ya da talinin nəqizi gələrsə, onda nəticəmiz bizim düzdür. Ya o şərti müqəddimənin eynisi, ya talini ki var idi, talinin nəqizi. İndi müəllif misal çəkir bir dənə, deyir ki, diqqət eləsək, məsələn, eyni tali gəlib. Halbuki biz şərtdə demişdik ki, nəqizi tali gəlməlidir. Nəqizi tali gəlsə nəzdir. Amma eyni tali gələrsə, nəticə səhv. Məsələn, misal çəkir. Hafiz ki, şairdir, Şirazdandır. Deyir ki, əgər Hafiz Tehranlı olsa, gərək İranlı olsun. İndi yazır, Hafiz İranlıdır. Axı taliyi nəqizi gəlməli idi. Nə gəlib? Talidə. Nəqiz gəlmədi. Nəyə gəlib? Cümlə-i şərtiyyətin talisini eynisi gəlib. Hafiz İranlıdır. Bəs Tehranlıdır. Halbuki Şirazlıdır. Səhv orada əmələ gəldi. İndi deyir, müqəddəmin eynisi gəlməli idi, amma müqəddəmin nəqizini getirək. Misal çəkin. Əgər bu qabın dəstəyi vardısa, onun su axan hissəsi var. Əgər bu qab dəstəklidirsə, yəni su axan hissəsi varsa, o hər qablarda xüsusi su axmaq üçün bir dənə çıxıntı var. Cürbəcür olur. İndi bu qabın
maye axan çıxıntısı varsa, demək dəstəlidir. Yəni əl tutan yeri var bunun. Əgər dəstəli bu qabın indi məsələn deyir ki, su axan yeri yoxdur. Su axan yeri yoxdur. Bu mənası nədir? Yəni nəqizi müqəddəm gəldi. O maye axacaq yeri yoxdur bunun. Xüsusi bir çıxıntılar olur qablar. Bunu yoxdur bu qabda. İndi budur ki, bunun ən tutan yerləri, dəstək yerləri yoxdur. O bir qazanda görsən, yeri yoxdur. Məsələn, dolçalarda olur. Məsələn, çaydanlarda olur. Axan yerləri mayenin. Amma ən tutan yerdə olur. İndi o çıxıntı olmadı. Məsələn, qazan kimi. Qazanın ən tutan yeri yoxdur, var. Harada səhv oldu bu qəziyyədə? Bu qəziyyədə müqəddəmin eynisi gəlməli idi. Onun nəqizi gəldi. Onda bizdə ittisalədə heç vaxt nəticə düz olmayacaq. Əgər bu bizdə bir ittisalədə bir müqəddəm var, bir tali vardır, 2 dənə. Bir dəfə müqəddəmimizin eynisi, bir dəfə talinin eynisi. Bir dəfə müqəddəmin nəqizi, bir dəfə də müqəddəm talinin nəqizi. 4 dənədən artıq bizim bunda ittisalədə bizim formamız yoxdur ki, surət şəkil yoxdur ki, 4 dənədir əqli cəhətdən. Bir dəfə müqəddəmimizin eyni gələcək, bir dəfə nəqizi. Bir dəfə talinin eyni gələcək, bir dəfə nəqizi. Bunların ikisində nəticə verir, ikisində. Hansında müqəddəmin eynisi eyni gələrsə. Onda nəticəmiz düz olacaq. Talimizin nəqizi gələrsə, müqəddəmin nəqizi gələrsə nəticə ala bilməyəcək. Misal çəkdik. Talimizin eyni gəlsə, yenə də nəticə ala bilməyəcək. Qalır infisali. İnfisali həqiqidə, Çün infisali həqiqidir. Ədəd ya cüddür, ya tək. Yəni, bunun həqiqədə nə cəm ola bilir, nə bir-birindən ayrı ola bilirlər. Əslən, belə bir şeyimiz yoxdur bizim. Ya Allah, indi proses burada nədir, həqiqidə? Hər dördündə orada tali müqəddəm etibari idi demişdik də, düzdür. Hər dördündə nəticə olacaq. Ədəd təkdirsə, cüd deyil. Cüddürsə, tək deyil. Tək deyilsə, cüddür. Cüd deyilsə, təkdir. Nəticə düppədüzdür. Dördündə də düppədüzdür. Yəni, müqəddəmin eynisi də gəlsə, müqəddəmin nəqizi də gəlsə, talinin eynisi də gəlsə, talinin nəqizi də gəlsə, nəticəmiz düppədüzdür. Amma manətül cəmdə necəm? Yox. Manətül cəmlə manətül xuluf bir-birinə ziddi olacaq. Onda bunların nəticəsi olacaq. Məsələn, manətül cəmdə bizim əgər müqəddəm ziddi gələrsə, talinin eynisi ilə nəticəmiz olacaq. Ya əksinə olarsa, talinin nəqizi gəlməklə müqəddəmin eynisini nəticə alacaq. Misal çəkir müəllif. Məsələn, deyir ki, qələm ya yaşıl rəngdədir, ya qara rəngdədir. İndi deyir ki, bu qələm, diqqət elə, bu qələm yaşıldır. Yəni, müqəddəmin eynisidir. Müqəddəmin eynisi gəldi, düzdür. İndi pəs bu qələm nədir? Qaradır. Yaxud bunu o bir cür deyək. Divar ya ağdır, ya qaradır. Divar qaradır. Biz burada nə elədik?
talinin eynisini getirdik. Müqəddemin ne olacaq? Nəqizi nəticə pəsti var. Ağ deyil. Ma nəcül xulub bunun əksidir. Bunun əksidir. Yəni burada bir dəfə biz müqəddemin nəqizi ilə orada müqəddemin eynisi ilə idi. Burada müqəddemin nəqizi ilə talinin eynisini alacaq. Talinin eynisi ilə daha doğrusu talinin nəqizi ilə müqəddemin eynisini alacaq. Onun məsələn deyirik ki, əməlin mükafatı ya dünyadadır, ya axirətdə. İndi deyirik ki, əməlin mükafatı dünyada deyil. Yəni nədir? Müqəddəmi nəqizini getirdik. Bəs axirətdədir onda. İndi deyirik ki, gecə gündüzün əmələ gəlməsi üçün ya yer hərəkət eləməlidir, ya günəş. İndi deyirik ki, günəş hərəkət eləmir. Yəni talinin nəqizini getirdik. Nədir? İndi yer hərəkət eləmir. Cavab düzdür. İnşallah biz ittisalinin şərtləri ilə qurtardıq. Qiyas-ı iqtiraninin şərtləri ilə Allah lütf eləsə gələn dərs tanış olacaq. Amma o ümumi və xüsusi şərtləri riayət eləməklə tapşırıqları inşallah yazarsınız. Hərəsinə 3 misal. Elhamdülillah. Sallallahu ala Muhammedin və alihil athar.